Günəş əmmamə kimi büküləcəyi, sönəcəyi zaman, ulduzlar göydən qopub yağış dənələri kimi yerə səpələndiyi zaman, dağlar yerindən qoparıldığı, toz kimi havada uçacağı zaman, bədəvi ərəblərin çox əziz tutduğu boğaz dəvələr başlı başına buraxılacağı zaman, vəhşi heyvanlar bir-birindən qisas almaq üçün bir yerə toplaşacağı zaman, dənizlər od tutub yanacağı və ya dolub daşacağı zaman, ruhlar bədənlərə qovuşacağı zaman, diri-diri torpağa gömülən körpə qızdan axı hansı günaha görə öldürüldüyü deyə soruşulacağı zaman, əməl dəftərləri açılacağı zaman, göy yerindən qopardılacağı və ya büküləcəyi zaman, cəhənnəm şiddətlə alovlandırıldığı zaman və cənnət möminlərə yaxınlaşdırılacağı zaman, hər kəs dünyada bugünkü günə özü üçün yaxşı pis nə hazır edəcəyini biləcək. And içirəm gecə yanıb gündüz sönən ulduzlara, günəşlə ayla seyr edib onlar batdığı zaman, qaranlıqda olan gecəyə bu Qur'an Allah dərgahında çox möhtərəm olan bir elçinin və Cəbrail gətirdiyi bir kitabdır. Elə bir elçi ki, o çox qüvvətlidir, ərşin sahibi Allah yanında çox hörmətlidir, izzətlidir.